Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti 2030-cu ilə qədər 300 yeni vaqon almağı planlaşdırır. Vaqonların hansı ölkədən alınacağı hələ ki məlum deyil. Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq. Bunu jurnalistlərə açıqlamasında Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirdi. Rusiya istehsalı 30 vaqon ölkəyə gətiriləcək və istismara buraxılacaqdır. Daha sonra isə perspektivdə 2030-cu ilə kimi olan perspektivdə əlavə 300 ədəd vaqonun alınması nəzərdə tutulub. Bu 300 ədəd vaqon isə hələ də müəyyən olunmayıb hansı ölkədən işləyəcəyimiz, çünki artıq bir çox Avropa ölkələri, qabaqcıl Avropa ölkələrinin istehsalı olan vaqon parkları, vaqon istehsalçılarla mütəmadi olaraq intensiv görüşlər və danışıqlar aparılır. Emil Əhmədov həmçinin diqqətə çatdırdı ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qırmızı və yaşıl xəttlərin ayrılması çərçivəsində bu il Cəfər Cabbarlı və Nizami stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Bu ildən metroda həmin xəttlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün 28 may və Cəfər Cabbarlı stansiyalar arasında əlavə keçid də tikiləcək. 2 il ərzində infrastruktur başa çatdırılması nəzərdə tutulub və ümumilikdə bir neçə alt tədbirlərdən ibarət olacaq. Belə ki, bu layihəyə Cəfər Cabbarlı və Nizami stansiyaları arasında 200 metrlik tunelin inşası, birləşdirici tunelin inşası, eyni zamanda Cəfər Cabbarlı və Nizami stansiyaları yaxınlığında 2 yarım stansiyanın tikintisi və 28 may və Cəfər Cabbarlı stansiyasında daha əlavə bir sərnişin keçidinin inşası və təbii ki, bugünkü Dərnəgül deposunun tikinti işlərinin tamamlanaraq tam olaraq istismara verilməsindən ibarət olacaq. Xəttlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq. Nəticədə qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyə enəcək. Habelə Nizami və Cəfər Cabbarlı stansiyaları yaxınlığında 2 yeni yarım stansiya tikiləcək. Bu işlərinin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xəttlər ayrıldıqdan sonra qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq. Həm də qatarların sayının artırılması lazım gələcək. İşlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli, effektiv fəaliyyəti, fərdi avtomobillərdən imtinaya gətirib çıxacaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü eyni zamanda mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək.